Hər vaxtınız xeyir əziz izləyicilər. Hər birinizi kanalımızda yenidən xoş gördük. Sanktumla sizlə bərabərik və biz bu dəfə qaldığımız yerdən davam edəcəyik. 2121 səhv etmirəmsə, reytinqim dəqiq xatırlamıram. Bir də baxaq. Sizdən sonra biraz bullet oyunlar oynadım, amma blitz oynamadım. Sual işarəsində qalmışdıq. Reytinqimiz hələ balanslaşmamışdı. Başlayaq. Çətin oyunlar bizi gözləyir. 3 üstəgəl 2 seçirəm. Artıq rəqabət yüksələcək, çünki dərəcə xeyli artıb. Başlayaq. Y4. Yana girişi var idi kimi. Aha, maraqlı variant. Belə bir şey etmək istəyirəm. Okay. Okay, filə hücum var. Bunu ona görə vurmuram ki, bu iki filin bu cür çarpazda diagonalda aktivləşməyini istəmirəm. Fili arxaya da çəkə bilərəm, bura da gələ bilərəm, vura da bilərəm. Vurmaq xoşuma gəlmədi açığı. Düşünürəm ki, bura çəksəm yaxşıdır. Okey, dəyişmək zamanıdır. Hər iki tərəfdə təxminən eyni mövqələrdədir. Mən istəyirəm biz hücum eləyək. Niyə də yox? Fillə J5-dən, yəni bu xanadan da təhdid yaratmaq olar, amma ilk öncə qala qrup da nəsə etmək məntiqlidir. Gəlin qala quraq. Fili bura bir keçid var. Məni o qədər də narahat eləmir açığı. Okey. Başa düşüləndi ki, nə etməyə çalışır rəqib. Belə bir gedişdə mərkəz və yaxud da C3 var. Belə bir çıxmaza salım vəziri. Atlı dəstək də olsun. Rəqibin belə bir həmlələri var. Aha, atın gedəcəyi yerləri bağlamağa çalışır. Belə bir gedişlə buraları açmağı fikirləşirəm. Topu və yaxud da atı oyuna girmək. Bəllidir ki, bunu belə eləyəcəkdir. Zaten onun üçün gəlmişdi ora. Mən atı məcburam ki, bura çəkim. Bir gəliş hekayəsi varmı? Ola bilər. Filin çıxmağa yerə ehtiyac var. Belə baxıram ki, hara daha sabitdir. Hara çıxa bilər. Rəqibin belə bir hücumu var. Bunun qarşısını almaq üçün müvəqqəti H3 oynayıram. Həmçinin də bu nəfəslik yaradır. Şahın gələcəkdə mat olma təhlükəsindən qurtulmaq üçün bir yerdir. Rəqibimiz Konstantin Vutorushin. Okey. Başa düşüləndi. İndi növbəti həmlədə bunu bura sürməkdir. Biz qabaqlayaq onu. Qabaqlayaq mı? Qabaqlayaq. Yox, belə riskli oyun gedir hal-hazırda. Mən bunu piyada ilə vuracam. Topla vursam, fili üçün gərəksiz bir aktivləşmə baş verəcəkdir orada. Mən də istəmirəm bunu. Belə bir gediş var, ondan qorunmalıdır. Hal-hazırda qarşında belə bir gedişimiz var. İstəyirəm ki, rəqib keçiddə vursun. Bu arada buna keçiddə vurma deyilir. Rəqib bilməyən izləyicilərimiz varsa. Piyada yerindən 2 addım gəlir və onun yanında digər rəqib piyadası varsa, bu şəkildə keçiddə vura bilər. Artıq imtina olundu, ona görə də keçiddə vura bilməz. Növbəti həmlə bura olacaq. Artıq rəqibin güclü diagonalı yaranır. Mən hələ ki həmlə tapa bilmirəm. İstəyirəm ki, yaxşı yerə gəlim fiqurlarımı. Yaxşı yerdə görmürəm açığı. Atımın yolu bağlanıb. Opsiyaları fikirləşirəm. Vəzir bura gələcəm.
Bu at yaxşı yerdə durmur, bu fil yaxşı yerdə durmur. Mənim fiqurlarım ümumiyyətlə yaxşı yerdə durmur. Rəqibin cüzi yox, yəni əməlli başlı pozisional üstünlüyü var. Belə bir qovma hərəkət ola bilər. Atın yolu getdikcə, atın da filin də yolu bağlandı indi. Konkret olaraq yaxşı xodlarım, yaxşı gedişlərim yoxdur. Oyunu bağlamaq fikrim var, açığı. Bağlayacağım. Vəzir hücumda vəzirin qaçacağı yer var. Rəqibin filləri olduğu üçün oyunu bağladım bu arada, izləyicilərim. Şahı bura qaçıb. At manevrası varmı? Yoxdur. Atım o qədər pis yerdə durur və fil də o qədər pis yerdə durur ki, gələcəkdə belə bir şey ola bilər. Toplam buradan hücum var. Rəqib gəlir. Rəqib gəlir və çox pis gəlir. Qaçmalıyıq. Gələcəkdə hətta buranı dağıda da bilər. Heç yaxşı olmayan oyunlar bizi gözləyir. Buradan çıxmalıyıq. Yəni mən olsam vurardım. Daha yaxşı vəziyyəti var. Vaxta da öndədir. Yəni rəqib əlindən gələni edir hal-hazırda. Rəqib maksimum hücum axtarır burada. Məncə səhv oldu. İndi mən fikirləşirəm ki, fili artıq aktivləşdirə bilərəm. Atla müdafiə var. Və elə də edəcəm. Bu xananı atla müdafiə. Oyun getdikcə qəlizləşir bu arada. Topun bura gəlişi rəqibə bir şey qazandırırmı, ona baxıram. Manevrlər getdikcə qəlizləşir. Bir nöqtədə bu xətti buraxsa, daxil ola bilməyim üçün nöqtə axtarıram. Yəni nöqtə birə kifayət edir. Buranı qorumağa çalışıram. Eyni zamanda burada təzyiq yaradacağım. O məni qorxutmadı açığı. Ola bilər. Hələ də mən təzyiq görmürəm açığı. Okey. Ara xodum da var. Heç yaxşı olmayan gedişlər var bu dəqiqə. Bunu vururam. Bu topun bu dəqiqə mənim üçün heç bir aktivliyi yoxdur. Mən özümü təmizə çıxartdım bu xəttə ən azından. Belə bir gediş. Bura hücum varmı? Var. Onu verirəmmi? Verirəm. Bağlamaq lazımdır buraları. Aha, vaxt da gedir bir yandan. Bir hücum. Rəqibi artıq çaşdırmaq lazımdır. Vaxt da getdikcə sıxır bizi. Vəzirə çıxmalıyıq artıq. Rəqib dayandıra bilmir vəziri. Oy 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 oy. Oy 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 oy. Dəyişə bilər topları, yəni müftə verə bilər daha doğrusu. Bunu dayandıra bilmir və rəqibin vaxtı bitdi. Çox həyəcanlı bir oyun oldu. Əslində səhvlərimiz çox idi, yəni debütü çox pis oynadım. Həmişəki kimi, sizə dediyim kimi debüt oyunlarım alınmır nəsə. Y4, Y5. Hətta biz bu oyunun analizinə də baxa bilərik. Yəni bu oyunu məğlub olma ehtimalım yüksək idi. Amma yaxşı da müdafiə oldum. Gəlin ona da haqqımı verim. Y4, D6, D4,
Y5 D, at C6. Burada at C6'nı səhv olaraq göstərir. Çünki əslində bu gambitdir. Yəni bu piyadanı da verib çıxmaq. Gambitləri adətən kompüter səhv göstərir. Çünki əgər çox dəqiq oynasan gambitə rahat çıxa bilirsən. Sadəcə o dəqiqliyi bilmədiyim üçün bu gambitin dəqiqliyini və həmçinin də oynamaq komfortlu olmadığı üçün qəbul etmədim o gambiti. Hələ ki həmlələr doğrudur. Burada məsəl üçün bu həmləni səhv göstərir. Mən dəyişə bilərdim. Dəyişsəm, mən niyə belə oynamadım ki? Piyadada udurdum qarşılığında. Keçidə bunu vururdum. Daha yaxşı vəziyyətim alına bilərdi açığı. Gərək vurmağı düşünərdim. Bu gediş səhv göstərir, dəyişilir və hələ də üstünlük əslində məndədir. Belə bir gediş var. Mən hücumu buradan qurmalıyammış. Axı buradan bu var. Bu piyadanı götürmək var. Okey. Tamam. Burada hələ də qaralar səhv gedişi oynayır və mən israrla səhv gedişi cəzalandırmıram. Okey. Fil gedişimiz var. Yine arkaya. O da ki elə 0-1'dir oyunda. Burada bunu səhv göstərir. Başa düşmədim niyə? Çünki şah vurub vəziyyətdən qaça bilirəmmi? Qaça bilmirəmmiş. Bunu düzgün hesablamamışam. Çünki burada artıq mən hara qaçsam da mat oluram. Ona görə məcbur topun qarşısını kəsməliyəm və bu yenə də eyni treydə, yəni eyni dəyişikliyə gətirib çıxarır. Bunu düzgün hesablamalıydım, amma rəqibə cüzi üstünlük verir bu. Hələ ki bu gedişdə artıq oyunu rəqibə vermişəm. Sıxılmağa razı olmuşam və bu atı bura... Hətta görün, atın gediş fərqinə baxın. Yəni buranı daha çox əhəmiyyətli hesab edir. Yəni bu hissəni, nəinki mənim oynadığım gediş. Bu gedişin əhəmiyyəti, mən axı bunu götürürdüm və mən yenə eyni mat təhlükəsindəyəm. Yenə də eyni mat təhlükəsini düzgün hesablamamışam. Bu artıq kobud səhvdir. Çünki mövqeyi də itirirəm. Bundan sonra mövqe müharibəsi başlayır. Aydındır. Bundan sonra maksimum müdafiə olmuşam. Rəqib kobud səhvlər eləyib. Burada bunu irəli sürüb cəbhəni açmalıydı. Əslində məntiqlidir. Çünki fil xəttini işə salmalıydı. Bəli, mən də ən azından bacardığım şəraitdə müdafiə olunmuşam deyə bilərik. Davam edək. Yenə 3+2 ilə davam edirəm. Amma baxmayaraq ki, mənim vaxtımı çox aldı bu oyunlar. Yəni artıq reyting artdıqca düşünmə müddətim də artır. Mövcud reytingim 2172, rəqibimiz Həmid Alixani. Başladıq. Wingant oynamaq istəyirəm, əziz izləyicilərim. Burada məqsəd B4 piyadasını qurban verməkdir. Bu da bir gambitdir. Bu dəfə biz gambit təklif edək. Rəqibim ərəbcə bir şeylər yazdı. İnşallah yaxşı şeylər yazır, bilmirəm. Oynayaq və görək. Burada məqsəd piyadanı verib güclü opening yaratmaqdır. Düşünərək oynayır. Bəlkə də cheating eləyə bilər. Yəni düşünərək deyəndə sabit düşünmə zamanı 3 saniyə 1, 3 saniyə 1, 3 saniyə 1. Çünki wing qabiliyyəti adətən çox adamın bilmədiyi qambit növüdür. Bu gediş heç oynamamışam və yoxlayıram görəsən necə olar deyə. Getdikcə maraqlı seçimlər başlayır. İlk öncə bu atı qovaq buradan. At mənə diskomfort verdi. Biz də ona diskomfort verək. Ardınca belə bir hücum var bu nöqtəyə. İlk olaraq bu piyadanı aradan qaldıraq. Ardınca bu filə hücum edək. Dəyişərsə vəzir var. Filin bura gedişində məqsəd qala qurmanı bloklamaqdır. Aydın məsələdir. Biz daha tez qala qursaq bu işi edə bilməyəcək. Bloklama gələ bilər.
Bloklamanın gəlməyi də açığı problem deyil. Rəqib nə etməyə çalışır? Rəqib buradan şah deyə bilərdi, demədi. Biz şahı üsulcasına qaçaq. Və belə bir şey etmək istəyirəm. Verirəm bu piyadanı. Sırf hücum yaratmaq üçün piyadanı verirəm. Niyə də yox. Ayda top var imiş və biz topu görmədik. Okey. Topu da verə bilərik mi görəsən? Hücum yaratmaq üçün. Topu da verməyək. Topu da versək ağ olar. Çox pis gedişlər var burada. Heç sərgəli olmayan oyun oynadım. Yenə də həmişəki kimi mənim klasik debitlərim, amma fili də verdik. Atı da verdik daha doğrusu. Hal-hazırda vəziyyət kritikdir və boş-boş fiqur verirəm. 2 məğlubiyyətim gələ bilər. Amma hələ ki məğlubiyyət barədə düşünmürük. Daha yaxşı kod varmı deyə bunu dəyişdikdən sonra heç bu fili dəyişmək mənim üçün əziz deyil. Gələk bunu bura. Ki rəqib belə bir şey oynadıqda bəlkə baş qatmaq məqsədli atı bura gəlməsin deyə. Mən bəlli bir nöqtədə bəlkə topu qurbanda verim. Çünki bu vəzir burada məni çox narahat edir. Topu qurban verməyi düşünürəm açığı. Onsuz da bu dəqiqə yəni real hücum cəhdim yoxdur. Yox, heç yaxşı oynamadım bu oyunu. Rəqib yazıb bütün psixologiyamızı koradı. Belə bir şey. Oy. Nələri görmürük hal-hazırda. Rəqibin çox gözəl gedişləri var. Yox, Həmid, sən bizi utdun. Bu reytinqlə necə utdun onu bilmirəm. Top da veririk. Müftələr, ardınca müftələr. Yəni Həmidlə bir də oynamaq istəyirəm açığı bu. Gəlin tərk edək bu oyun deyil. Biz bir də remote təklif edək. Tərcüməsinə baxacağım, məqsədi nədir deyə. Yəni mən düşünürəm ki, biraz cheating ehtimalı var. Salam Pərvin, hə? Salam verib, gözəl. Analiz boardda baxa bilərik, cheating var yoxsa yox. Təmiz oyun oynayıb hələ ki. Yəni adam oynayıb və yaxşı da oynayıb. Amma qəribədir ki, gedişlərin hamısı bu dəqiqə counter gedişləridir. Amma mən də elə gedişlər oynamışam ki, yəni adi istənilən bir oyuncu onu oynaya bilər. Çox da ehtimal vermirəm, amma şikayət edeyim, bəlkə bal gəldi. Olma ehtimalı var. Əslində accuracy-dən yoxlaya bilərik, əziz izləyicilər. Rəqib bu çox 97% dəqiqlik. Hər ehtimala qarşı şikayət eləməyə dəyər. Çünki biraz biased, yəni ön yargılı belə türklər demiş, yaxınlaşmaq istəmirəm, amma çox vaxt bu tip oyuncuları mən görmüşəm. Yəni edirlər. Report. Yəni reytinginə uyğun report edirəm açığı. Yəni daha yüksək reytingdə birisi olsa etməzdim. Yəni win qamiti ilə bu qədər sağ-salamat çıxmağı biraz qəribə gəldi. Reytingimiz düşdü. İlk məğlubiyyətimizi Həmiddən aldıq.
Fransız müdafiəsi oynayırıq hal-hazırda. Fransız müdafiəsi və heç bilmədiyim bir variantı. Debütlərimiz çox zəifdir, səbəb odur. Rəqib hal-hazırda yüklənib bacardığı qədər. Biz də ona uyğun oyun oynamalıyıq. Görək nə oynayırıq. Ata çıxa bilmirik. Yaxşı təzyiq var. Çünki bunu imkan vermir ki, o atı çıxaq. Belə bir hücum var. Heç xoşlamadığım bir hücum növüdür. Və elə də oynadı. Gələ bilmirəm. Avazda yəni inanılmaz bağlayıb məni. Debüt bərbad yenə. Şah çox yaxşı oynadı bu arada, yəni debütü. Biz bu oyunda məğlub olacağıq kimi görsənir. Çətin oyundur əziz izləyicilər. Bu oyunu oynamaq çətindir. Bağlayaq hələ ki. İki fil, ümumiyyətlə fil cütü bu diaqonallarda olanda gördüyünüz kimi heç bir fiqur rahat hərəkət edə bilmir. Rəqib də bundan məharətlə istifadə edir və gələcəkdə atları dəyişə də bilərik. Və oyunu sırf iki fil üzərində qura bilər. Ki oyun sonunda bildiyiniz kimi fiqurlar dan fil və belə bir trük var. Fil C6 və bunu götürmək amma edə bilməz. Çünki biz də topa hücum edirik. Bəlkə vəziyyətdən çıxdıq. Görək bu atı aktivləşdirə bilsək və bu xətt üzərində bir hücum yarada bilsək özümüzə gün ağlaya bilərik. Hal-hazırda belə gəlirəm ki, filin C6 D5 manevrinin qarşısını alım. Həmçinin də C4 artıq mümkün deyil. İndi isə ata birbaşa hücum var. Ata birbaşa hücum məni açıq o qədər də narahat eləmədi. Qarşılığında belə bir hücum varmı? Yoxdur. Çünki nəyə görə? Top arxasından keçir və bizim hücumumuz ölür. Bir əhəmiyyət daşımır. Atı daha aktiv ola biləcək nöqtəyə çıxarıram. Gələcəkdə at Y4 və sizə dediyim kimi o məşhur mərkəz xanların götürüldüyü nöqtə xana əlimizdə olur. Rəqibin planları nə ola bilər? Gələcəkdə bəlkə də F4 ya da ki F3, yəni atın gəlişini bağlamaq üçün fili qovaraq nəsə əldə edə bilərik kimi, yaxud da atla birbaşa hücumda nəsə əldə edə bilərik kimi, atla birbaşa hücumda nəsə əldə edə bilərik. Belə də görünür. Ya da topla da gələ bilərik. Atla birbaşa hücumu seçirəm. Həm fili qovuruq. Digər fili də qovaq. Bu bizi narahat elədi. Görək bu filimiz hara gələ bilir. Bu atı geri qaydıram. Çünki vəzir cütləşib bu nöqtədə təzyiq yarada bilər gələcəkdə. Bunu təbii ki də deyə bilərsiniz ki, belə bağlamaq olur, amma onda da bu fil üçün artıq boş nöqtə yaranır. İndi bizim üçün yarandı. Amma bizim üçün o qədər də maraqlı deyil bu dəqiqə onu eləmək. Yükü, təzyiqi artıra biləcək nöqtələr. Mən belə də oynaya bilmirəm. Çünki bu piyada var. Bunu birinci daha belə 55 nöqtəyə qoyaq. Rəqib bizi sıxmağa çalışır.
Açığı mən sıxıldığımızı düşünmürəm. Biz nabrot qızışıyoruz. Oynayaq. Bunu gördüm. Başa düşüləndi. Dəyişməlik kimi bir məcburiyyət varmı? Görəsən. Mən qurban verirəm bu arada. Götürə bilərsən. Məqsədim sadəcə və sadəcə rəqibi başqa tərəfdə məşğul eləməkdir. Nə qədər düzgündür bilmirəm. Yəqin ki, düzgün deyil. Sadəcə olaraq belə deyək. Rəqib götürmədi bu arada. En azından hücum potensialı yaratmaq məqsədli. Rəqibin başına qatırıq deyək. Atla gedişləri var. Vəzir vura bilmir bu arada. Belə bir hücum lazımdır artıq. Toplu hücum var. Sonra F1'dən mat təhlükəsi. Həmçində şaha nəfəsli açmış olduq. H4 gedişi düşünürəm ki, H5 gedişi düşünürəm ki, yaxşı gediş idi. Vaxtımız da azdır, onda nəzərə alaq. Bak 2000-dən oynayırıq. Rəqibin gedişi açığı çox da belə mənalı gediş kimi gəlmir mənə. Bu top gələcəkdə bu xəttdən aktivləşə bilər. Dəyişməliyik. Və niyə də yox. Artıq yavaş-yavaş o xəttə çıxaq. At da var burada rəqib kimi. Bəlkə də tez çıxdıq bu arada. Geri çəkək hələ ki. Atı salmağa çalışaq. Oy oy oy. Baxın, bunu fikirləşməmişdim. Vurulmağına qarşı deyirəm. Vurula bilər. Bizə də o lazımdır. Yaman gediş oldu bu. Bu biraz yaman gediş oldu. Və mən fiqur itirdim. Bax, təhlükəsi varmı? Top girə bilirmi buralara? Açıla bilirmi bu xətlər? Rəqibə necə mane ola bilərik? Yoxsa mane ola bilmirikmi? Birdən fiqur götürməyə çalışırıq. Ay 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 ay. Yox, bu oyuna düzüldü artıq. Vəzir də girir. Görmədi əslində, vəzirlə girməli idi. Nəsə edə biləcəyimiz oyunda boş-boş xodlar oynadıq. Nəticəsi də budur. Yox, biz bu oyunu düzdük. Bəli, mat olduq. Bu oyunda məğlub olduq və reytingimiz gerilədi. 2000-lərə düşürük. Daha diqqətli oynamalıyam açığı. 2 oyun məğlubiyyət. İstəmirəm geriliyim. Mən bu oyunları uda biləcəyimi düşünürəm. Vəzir F3. Bu gediş mənim taktikamdır bu debütdə. Biraz sürətli oynayaq. Həm də vaxtdan da itiririk çox vaxt. Atla hücum. Rəqib məcbur edək ki, dəyişsin. Rəqib düşünür. Dəyişdi. Belə bir şey. Mən fillərlə oynamağı xoşlayıram açığı. Düzdür, təbii ki də vəziyyətdən asılıdır. Aha. Oynasaq və dəyişsək. Eridiyi baxırda atları dəyişməyə düşəcəm. Olar, oynayaq, maraqlı variant.
gəlsə, mən birinci at vururam. Atlar dəyişdi. Uzun qala, uzun qala. Filləri bu diagonalda aktivləşdirmə cəhdləri olacaqmı? Gözlənilirmi? Biz qalamızı quraq. Bu arada burada bu var. Mümkün qədər rəqibi tez sıxmaq lazımdır. Mən açıq boğdan çəkinmirəm. Zaten fillə vura bilirəm geri. Fili diagonala. Biraz mənasız diagonalda, amma çıxaq. Bir əhəmiyyəti olan bir diagonal deyil hal-hazırda, amma dağıtmaq lazım gələcəkdə. Dəyişikliklər də ola bilər hətta. Niyə də yox. Mən hətta dəyişə bilərəm. Nə ilə vurulmağına asılı olmayaraq dəyişmək fikrim var. Rəqib indi atı oynamalıdır. Atı belə bir gedişlə mərkəzə gələ bilər. Bir qova bilərik. Atı da qovmaq olarmı? Girdi və yenə qovuruq. Sadəcə bu piyada zəifləyir. Aha. İstədiyimiz trade gəldi. İndi rəqib nə oynayacaq? Bu gedişi gözləyirdim və bu gedişə bu var. Məcbur dəyişməlidir rəqib. Çünki topu gedir əks halda, yəni keyfiyyət uduzur. Məqsədim nədir? Topu həm bu piyadaya təzyiq, həm də ki bu xəttə ələ keçirmək. Ardınca piyadaları aktivləşdirsəm. Okey, dediyim kimi bu xətt var əlimizdə. Yəni hələ ki var. Fili buradan da çıxmaq olar gələcəkdə. Təbii ki də onu düşündüyüm üçün topları cütləşdirirəm. Əziz izləyicilər, 7-ci xətt həmişə toplar üçün ən vahiməli xəttdir. Həmin nöqtədə topları birləşdirə bilsən, əslində kifayət qədər uğurlu çıxış edə bilirsən oyunda. Məqsədim fili buradan manevr etməkdir. Rəqib belə bir gediş oynaya bilər. Bu məni narahat eləmir. Rəqib açmağa çalışır. Təbii ki də bunu vurmaq səhvdir. Çünki fillə daha aktiv pozisiyaya gəlir. Belə bir gediş var rəqibin. Hücum. Məcbur dəyişiklik gəlirmi? Gəldi. Topları dəyişirik. Rəqib istəyir ki, fil sonluğuna qalaq və eyni rəngli fillərdir bu arada. Yəni oyun bərabərə qalmaya da bilər. Olsun, oynayaq. Maraqlıdır. Siz də fil sonluğu görmüş olarsınız. Biz də şahımızı oyna çıxaq. Şahın bura gəlməyinə mane olaq. Fil sonluğu olsa da piyada sayı o qədər çoxdur ki, oyun darıxdırıcı olub. Okey, bu piyadan da gəlirəm. Manevr edəcək əslində bir yer yoxdur. Haradasa yoxdur. İndi rəqibin nə istədiyi bəllidir. Yəni istəyir ki, trade gəlsin. Biz geri çəkək. Məqsədim belə gəlsə bununla bağlamaq, amma o da yaxşı nəticə verməyə bilər. Çünki rəqibin C5 gedişi var. Baxıram, bura bir hücum var. Şah yeri işinə başlayıram. Şahlar məcbur oyuna girməlidir. Okey, burada açıq maraqlı versiya varmı deyə düşünürəm. Digər piyada ilə alsaq, gələcəkdə o piyadaları hərəkət etdirmək mümkündürmü? Deyil. Gəl oyunu bura üzərindən quraq. Bura bağlandı. Okey.
Bərabərə kimi görünür oyun. Mənsə bərabərə istəmirəm axı. Rəqibin 7 saniyəsi var. Rəqib vaxt itirir. Aşağı çəkək. Rəqibin bəlkə də belə oynamaq fikri var idi. Özü vura bilər və biz şikayət eləmərik. Belə bir maraqlı gediş. Yəni bu oyun təəssüf ki bərabərə qalacaq. Yenə də bir şeyin həlli deyil. Təəssüf ki bərabərlik yarandı. Aldatma ola bilərmi görəsən? Bura girişlər. %100 heç vəziyyətin bu dəqiqə məğlub olmasaq yaxşıdır. Fikirləşək. Bura giriş varmı? Var. Heyf. Mən niyə belə oynadım? Yaxşı sualdır. Yəni mən niyə heç sənə əlimdən verdim? Artıq tamam başlayar. Ancaq məğlubiyyət. Niyə? Daha diqqətli oynamalıyam. Dedikdən sonra mən. Gambit oynayaq. Bir E4 gələrmi? Topu buradakı aktivliyi hələ ki məni qorxutmur. Hələ ki. Gedişlərimiz bura üzərində olmalıdır. Çünki uzun qalada biz hücum edəcək nöqtəyə ehtiyacımız var. Aydın məsələdir ki, bura təzyiq var. Biz də rəqibin filinə təzyiq edək. Bir piyada geridəyik. Misklik səbəbindən. Rəqibin qala qurmağına mane olaq. Rəqib buradan da qala qura bilər hələ də. Yəni, potensialdır. Bu atı buradan çıxmırıq. Çünki vəziri bura düşmək kimi bir ehtimal var. Topları dəyişək. Top daha aktiv zonaya çıxmaq üçün. Rəqibin qaçdığı zona maraqlıdır. Nəyə görə ora qaçır deyə. Panik elektrik. Bu trade hələ də onun işinə verilmiş bu arada. Dəyişdikdən sonra yenə də yəni xəttə girə bilmir çünki at var.
Riskə girə bilmərəm çünki atı götürür. Birinci atın qovulduğunu görmək istəyirik. At bura qovula bilər. Ardınca filə hücumu mövcuddur. Filə hücumu görmək istəyirik. At A4 gedişi var. Bu xanaya hücumdur. Bundan kəsə bilər qarşısını. Trade'də fiqur itirir. Bəlkə də heç götürmədən birbaşa atı qova bilər. At C5, at D3 manevri var. Buradan şah. Amma onun hələ fil var ki, mane olur. Belə bir manevr də eləyə bilərik. Onlar pis fikrə bənzəmir. Əgər fili dəyişsə, topa hücum var. Buradan şah demək üçün yeri yoxdur axı. Hə, buradan şah deməyə çalışır. Aydın məsələdir. Təbii ki də qaçmaq lazımdır, amma yəni hal-hazırda heç nə edə bilmir. Panik elektrik panikaya düşüb biraz. Gecədə top qurbanı və s. olub. Aha. Biz burada atı da oyuna daxil edə bilərik. Vəziri də oyuna girə bilərik. Atı daxil etsək nə verir? Etməsək nə verir? Vəzirlə vuraq hələ ki. Vəzir H8 şah, şah Y7, piyada etkisi. Atla vurmalıydıq. Bəli, burada bu piyada getdi. Hansı ki, məncə vacib piyadaydı. Amma bu piyadanı irəli sürmək kimi bir gediş də hələ var. Bunu götürə bilmir əzizləyicilər, çünki topu boşda qalır. Topla piyadanı müdafiə edə bilər. Ki, elə elədi. Bu piyadanı alaram mən. Çünki indi eləyə biləcəyimiz elə çox şey yoxdur. Əslində gərək birinci ata hücum edib, daha sonra alsaq məncə daha düzgün həmlə ardıcılığı olardı deyə düşünürəm. Bunu da alaram. Həm topa hücum, həm də ki nəsə eləmək cəhdi. Oy 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 oy. Rəqib niyə belə qəşəng oynadı? Bugün çox pis oynayırıq. Bizə nə olub belə? Biz nələri görmürük? Niyə? Niyə? Yəni rəqib durdu, elə gediş oynadı ki, Allah vurmuş. Bu oyunda məğlubuqmu? Böyük ehtimal məğlubuq. Amma görək bu oyun hara gedir. Əlimizdə bir piyada var. Bir piyada üstünlük cəmi. Şah gələcək yəqin ki, biz də şaha gəlməliyik. Başqa yolumuz yoxdur, piyadalarımız mırıq qalıb, yəni bir-birini dəstəkləmirlər. Hücum oynanıla bilər. Sonra şaha bura bir keçid imkan vermədi. Dərhal hücuma keçir ki, o səhv eləməsin. Gələcəkdə dəyişib bəlkə qaça bilər şahla piyadaların önünə, məndən tez getmək üçün. Bunu da eləyə bilir bu arada. Onu da hesablayıbsa daha sözüm yoxdur. Oyun sonunu rəqib yaxşı oynayır deməkdir. 20 saniyəsi var. Panik yəqin ki bunu vurmağı düşünür. Bu arada vurub həqiqətən də yəni oyunu da bilir. Vura bilərdi, vurmadı. Və rəqib səhv elədi. O elə düşündü ki, mən vuracam, topu vuracaq. Birinci şahım var, yəni ara həmləm var. İndi isə oyun bərabərləşdi nisbətən. Diqqətli düşünməliyim, çünki burada topun girişləri var, onun da girişləri var, mənim də girişlərim var. Mən belə bir şey deyirəm.
Okey, topla bu xətti qoruyaq. Sonra bu var. Şahların rəqsi gəlirmi? Heç yaxşı gedişlər bizi gözləmir. Topu keçsək belə, şahın belə bir gedişi var. Biz məcbur gəlməliyik. Məncə topu düzgün yerdən manevr etmədi. Bir şahlayaq. Bir şah daha. Bir şah daha. Görək nə oynayır rəqib. 6 saniyəsi var panikin. Yox, mat təhlükəsi yoxdur. Amma bizə şah təhlükəsi var. Yenə risk oynayıb heçəni verəcəm. Heç də istəmirəm. Şahdan sonra bura keçid var. Bu piyada çox pis. Heç bəyənmirəm o piyadanın duruşunu. Panikin 6 saniyəsi var. Biz panikaya sala bilərikmi? Sual odur. Yəni matematiksel olaraq belə baxsaq, əslində yəni mən məğlubam. Yəni daha doğrusu yəni mənim udma ehtimalım daha zəifdir. Çünki onun 2 piyadası da daha ideal vəziyyətdədir. Bu var. Okey. Okey. Yenə bərabərliyi verirəm. Yenə bərabərliyi verirəm. Nəyi verirəm mən belə? Niyə? Yenə səhv edirəm və bir şah daha. Rəqibi sıxışdırma cəhdləri var hazırda. Yoxlayırıq da. Görək nə ola bilər. Bizim də vaxtımız az qaldı bu arada. Belə bir aldatmac eləyə bilərikmi? Aha. Rəqibi aldatdıq. Amma yəni rəqibi aldatsaq da vəziyyət heç yaxşı deyil. Oy 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 oy. Heç yaxşı deyil özü də. Məcbur heç oldu yəni bunu. Qaçışı yoxdur. Məcbur bərabərlik oldu və bizə xal gəldi nədənsə. Çünki yəqin ki rəqibin reytingi yüksəkdir deyə. Daha diqqətli oynayaq. Biz də adlı bir rəqibimizə qarşı. Okey. Rəqib dayanmadan təzyiq edir. Bu nə təzyiqdir belə? Yenə bu gedişlər çox, məsəl üçün bayaqki məğlubiyyətlərin heç birisinə heç bir şey deyə bilmərəm, amma bu gedişlərdə insan istər-istəməz cheating sezir. Çox dəqiqlik oyunu var, yəni bu qədər dəqiq oyun insan gözləmir normalda. Rəqib uzun qala qurdu.
Biz də məcburuq hücumu uzun qala üçün tərtib etməyə. Mən bu cür açılımları düzgün hesab etmirəm. Ona görə də vururam. Və hətta mənim hücum şansım yarandı deyə bilərik. Bu piyadanı götürmək kimi bir istəyimiz var. Yəni rəqib hər dəfəsində optimal gediş tapmağı şübhələrimizi çəkiyor. Okey, belə bir şeydir. Çox pis durur bu dəqiqə mövqeyimiz, amma edək. Reytingimiz hələ də stabilləşməyib. Liches bizə inanır deyəsən. Hələ də yüksələ biləcəyimizi düşünür. Aha, burada artıq belə bir gediş etsək, piyada bir addımda gəlir və istəmədiyim senari gerçəkləşə bilər. Okey, heç istəmirdim bunu açmaq, amma məcburuq. Yox, biz sənə bunu verə bilmərik. Gözəl insan, dəyişdikdən sonra nə baş verər deyə düşünürəm. Qoruyaq biz bunu. Belə bir gediş var. Təəssüf ki. Atları bir nöqtədə dəyişəcəyik yəqin ki. Dəyişib, buradan şah da var. Sonra atla manevr etmək üçün. Okey. O dediyimiz oldu deyəsən. Bununla yoxsa bununla? Bu da var. Çox qəribə situasiyadır. Heç dəyişmək səhv eləmir bizə açığı. Yaxşı olmayan gedişləri var. Başlayaq bundan. Hədəfimiz burada ara gedişi qazanmaqdır. Ara gedişi necə qazana bilərik deyə düşünürəm bayaqdan və qazandıq. Məqsədim vəziri götürmək idi. Sadəcə çox böyük itki verirəm mi? Atı verirəm burada. Alarsa topla götürürəm. Topları dəyişərsə atı bir yerdən oyuna salmalıyam. Hətta məncə bu səhv bir gediş oldu. Çünki bu at gedir. Bəli. Rəqib treydi düzgün hesablamadı, amma yenə də uduzurdu. Çünki artıq vəzini almışdı. Yeni rəqibə keçid edək. Zlatikdir rəqibimiz. Və bizim artıq reyting yüksəlməyimiz dayandı. Yəni uçan qaçan günlərimiz geridə qaldı. Yəni artıq hər reyting çox az balla hesablanır. Belə bir variant var. Bunu tal vaxtı ilə oynayıb fili burada verib atı burada götürmək. Zlatik düşünür ki, bu varianta getmək olar yoxsa yox. Hə, Zlatik. Seçimin nə olacaq? Maraqlıdır mənə. Okey. Biz də vuraq. Yəqin ki, fil gələcək. Aydın məsələdir. Rəqibin qara fili var. Və bu biraz qorxuducudur. Çünki bizim qaraxanalar salamat deyil. İndi lap salamat olmadı.
Vəzirə hücum. Vəziri bu xanalarda incitmək istəyirəm dayanmadan. Çünki heç olmağını istəyə biləcəyim bir xanda deyildi. Məcbur edirəm ki, dəyişsin vəzirləri. Rəqib dəyişmək istəməyəcək böyük ehtimal. O dəyişdi. Məncə dəyişmək onun üçün yaxşı deyildi. Fillə şah var, amma nə olsun. Böyle bir giriş var. Yine de mənim üçün məntiqli seçim deyil. Bizim filmimiz güclənə bilərmi deyə düşünürəm. Güclənməlidir artıq. İstəsə də, istənməsə də. Oyunu at sonluğuna çevirə bilsək, yəni piyadaların daha çox olduğu, bağlı bir sonluqda qala bilsək, yəni olduğu kimi bizə sərf eləyər deyə düşünürəm. İndi topa bir hücum var. Qarşında atı götürəcəm ki, oyunu buradan poza bilim. İndi topu C3 nöqtəsinə, C3 xanasına yerləşdirə bilsəm əla olacaq, amma bunu görmədim. Buna bir maraqlı praktiki həmləm varmı deyə düşünürəm. Yoxdur deyəsən. Və piyada itirmə məcburiyyətinə qalacağam mı? Hələ ki yox. Amma belə gidiş olaraq da bəyənmədim açığı. Əlimizdən gələni edirik. Piyada üstünlüyümüz yoxdur. Tək cüzi üstünlük nisbətən oyun sonunun ata yatqın olmağıdır. Yəni tək üstünlüyüdür. Biz bu gelişlərin arxasında dura biləcəyikmi sual odur. İrəli sürsək, buna hücum var artıq. Atı keçsək. Atı keçək. Atı, daha doğrusu şahı keçək. Yəni şahı keçmək mənə daha inamlı gəldi. Zaten belə bir şey var. Gələ bilmir. Burada əslində 2 dənə yol var. Ya piyada ilə, ya topla. Və top mu, piyada mı? Açıq çətin sualdır. Piyada ilə də götürmək fikrim var. Və niyə də yox? Çünki digər versiyalarda açıq xətti vermək məcburiyyətində qalıram və açıq xətti vermək istəmirəm. Piyada ilə qovsa məcbur qaçmağa düşəcəm. Yəni onda da bunu götürməli olacağam. Okey. Məcbur. Yəni bunu istəmirdim. Okey. Nə eləyə bilərik deyə düşünürəm. Dəyişsək açıq xətt onda qalır. Burada keçid etsəm açıq xətti vermirəm. Gələrsə gəlirəm. Bu dəfə artıq filin arxasına keçə bilmir. Çünki bayaq arxasında şah var idi. İndi yoxdur. Yəni artıq fil gedir. Ona görə top desək, top D1 gedişinin əhəmiyyəti bu dəqiqə yoxdur. Yəqin ki, rəqib onu hesablayıb oynayacaq. Və elə də oynadı, bəli. Biz hücum etməliyik artıq. Yəni top aktivləşməlidir. Piyada ilə gələrsə öz filini bağlamış olmurmu? Olur əslində. Biz də onu istəyirik. Rəqibin piyada ilə gəlməyini istəyirik, amma rəqib piyada ilə gəlmir. Biz hücum etsək bəs. Çox maraqlı. Riskli və maraqlı oyun. Hətta belə bir gidiş. Yaman oyunlar gelir burada. Əslində əsl endgame'dir bu. Topun bura girməyini heç istəmirdim açığı. Manevr qabiliyyətimiz varmı? Ümumiyyətlə bir əhəmiyyəti varmı manevrin? Bu da sualdır. Və yaxud da manevri hardan edə bilərik? Niyə edə bilərik, necə edə bilərik? Gəlsə önə. Yəni, film bir aldatmacası olmasa, əslində yəni çox da qorxuluq deyil.
Hələ ki şahın gəlişini də bloklayırıq. Gedişi görmədim açığı. Şahda var mı? Var. Oho. Mən bu gedişi istəmirdim axı. Şah var. Niyə? Sırf məncə dəyməzdi. Okey. Zlatik bizi çətinə salmağa davam edir. Ayda bu nə gedişdi? Niyə? Niyə belə bir gediş etdim ki mən? Çox mənasız gediş etdim, çox. Biri qaçdıqda atdan bunu götürə bilirəm. Dəyişiklikdə vəzirə getmə ehtimalı var. Sürətli oynamalıyım indi bu anları. Gözləniləndir. Top dəyişikliyinə varam. İrəli də getmək istəyirəm. Vura bilər, məni narahat eləmir. Potensial fil hücumu. Buradan şah var. Belə bir şah var. Belə bir şah var. Ardınca vəzirə çıxırıq. Rəqibin vaxtı bitdi, amma yəni artıq çıxılmaz vəziyyətdə idi. Zlatiklə sağollaşırıq. Reytingimiz yüksəldi. Hardasa əvvəlki mövqeyinə yaxınlaşır. 2118, 2121-də idik. Okey. E4. Növbəti rəqibimiz Alpopo 84. 2125. Amma bizlə oynamaq istəmir. Hello'muzu da verdik. Alpopo. Yox, oynamadı. Biz niyə abort etmədik? Lichesin qəribə bir qaydası var ki, əgər sən çox abort etsən, səni uzaqlaşdırır müəyyən müddətliyinə oyundan. Sən oynaya bilmirsən. Dutch defense deyirlər bu arada buna. Holland müdafiəsi. Ən sevdiyim müdafiələrdən birisidir. Sırf bu versiyası isə Stonewall, yəni daş divarda gedir ad olaraq. Vurula bilər. Texnik olaraq problem deyil. At bura oturmağa çalışsa, at gedişimiz var. Nisbətən mürəkkəb situasiyalar burada çox olur. Bu variantda. Keçə bilər at bu arada. Burada problem yoxdur. Piyada ilə çox oynamış da ola bilərik. Biraz temp itirdik açığı. Bu at inkişaf eləməyib, bu fil qalıb. Belə bir şey oynayıram ki, aça bilməsin. Atı yerləşdirmək istədiyi xana yəqin ki budur. Məni açığı o qədər də narahat eləmədi orada. Rəqibin növbəti həmləsi nədir? Məni o maraqlandırır.
Bəlkə dəyişək. Dəyişdik. F-cə fill deyildi, top xəttini birləşdirmək, yəni top cütünü birləşdirmək. Temp 17-yə qarşı oynayırıq rəqibimiz. Buradan gələcəkdə bir şeylər varmı? Görəcəyik. Vəziri bura gəlib piyadanı yavaş-yavaş... Aha. Yəni bu adam and içib ki, mən bütün atlarımı orada dəyişəcəm. Okey. Mən varam. Əsas odur, açıq xət əlimdə qalsın. Niyə də yox. Və aha. Məqsədi nədir? Məqsədi bura gəlməkdir və bu piyadaya düşməkdir. Və yaxud da topları da birləşdirmək istəyə bilər. Yəni yenə oyun sonuna getməyə çalışır rəqib məndən. Niyə bunlar bu qədər həvəslidirlər bilmirəm. Okey. Bəyənmədiyim xodovlu açığı bu. Ay ay. Mən niyə icazə verdim ki o toplara girsin? Vəzirləri məcbur dəyişəcəyik bəlli bir nöqtədə. Sevmədiyim bir pozisiya yarandı. Yenə dəyişərdim. Amma qaçış yox idi, yəni məcbur girməliydim o nöqtəyə. Oyun getdikcə qızışır. Oyun sonu indi maraqlı keçəcək. Vəzirləri bəlli bir nöqtədə dəyişmək də istəyə bilərəm. Sinir bozucu yerdə durur vəzir. Tempo 17 rəqibimiz. Həqiqətən əhsən. Adamın məqsədi buranı dağıtmaqdır ki, fili buradan düşə bilsin. Mən vəzirləri dəyişəcəm. O olmasa da mən dəyişəcəm. Olmaz. Səhv gedişə bənzəyir. Heç bir əhəmiyyəti olmayan bir piyada irəliləyişidir. 3 gediş itirirəm burada rəsmən. Və oyunu oradan bağladı. Həqiqətən yaxşı mı oldu, pis mi oldu, onu belə deyə bilmirəm hazırda. Biz şahla buranı qoruyaq və oyunu buradan aparmağa çalışaq. Bir şəkildə oyunumuzu buradan aparaq. Yəni məcburuq. Əlimizdəki imkanlar mövcud situasiya məcbur edir ki, biz topu A xəttindən oyuna daxil eləyək. Rəqibi gözləyirik. 48 saniyəsi var. Düşünür. Oyun sonuna girib mənlə və mövqe olaraq məndən daha üstündür. Hər ikimizdə eyni rəngli fillər var və bu deməkdir ki, oyunun neticədən başqa bir nəticə ilə də qurtarma ehtimalı var. Yəni ikimizdən biri məğlub olacaq. Əgər pozisional üstünlüyü mən versəm, mən məğlub olacağam burada. Yəni daha doğrusu üstünlüyüm yoxdur onsuz da. Amma bir şəkildə daha da vəziyyət pisləşsə, mənim üçün heç yaxşı olmayacaq. Okey, biz bunu basaq. Rəqib gəlmək istəyir, amma mən bir şey görmədim orada. Top düşür uzağı.
Amma biz hücum eləmiş oluruq bu dəqiqə aktiv olaraq və onun zəif nöqtədə 2 piyadası var. Və biz oyunu buradan aça bilirik. Və hətta bəlli bir nöqtədə fillə hücum edərək filləri dəyişdikdən sonra növbəti zəif piyadanı götürə bilirik. Bu arada bu da zəif piyada olaraq qaldı. Şahla qorumaq istəyə bilər. Amma faktiki olaraq bu gediş var. Wow. Yəni adam görür ki, burada artıq yol yoxdur və o istəyir ki, oyunu buradan versin. Şaha mən bu piyadanı alacağım. Bunu hesablamadı təbii ki. Məncə onun artıq o qədər də yaxşı gedişləri yoxdur. Bu topu bu piyada ilə dəstəkləyirəm. Məncə hələ ki pozisiyam yaxşıdır. Hətta biz nəyəsə gedə bilirikmi? Sual odur. Okey. Belə bir hücum edək. Belə bir hücum edək. Piyadanı götürdük. Rəqibi aldatdıq. Birinci topu gəlsəm gəlməyəcəkdi. Bu qədər sürməyəcəkdi onu. Bəli, temp məğlub oldu. Reytingimiz yüksəldi. 2118 idi. İndiki reytingimiz oldu 2140. Əziz izləyicilər, mən fikirləşirəm ki, bu qədər kifayətdir. Bu qədər vuruşduq, çalışdıq. Reytingimizi çox az artıra bildik. Amma sizlərlə mən oynayıram və istəyirəm ki, progresiv irəliləyək. Daha yüksək reytingimiz hal-hazırda highest reytingdə indi 2140-da. Belə oldu nəticə və biz bugün gün ərzində 4 qələbə, 3 məğlubiyyət və 1 bərabərliklə ayrılırıq sizlərlə. Gələn dəfədə məsələ həlləri edəcəm, çünki bəzi gedişləri artıq daha fokuslanıb görməliyəm. Əminəm ki, oyunlarımı analiz etsəm, çoxlu səhvlərim və qaçırdığım brilliant move-lar ola bilər. Məni izlədiyinizə görə təşəkkür edirəm. Əgər əlavə suallarınız varsa, mənə şərh bölməsində yaza bilərsiniz. Xəbər olaraq da vermək istəyirəm ki, şahmat videoları və məsələlər üzərinə debitlər, bildiyim debitlər və bəzi məşhur oyunların analizində yerləşdirəcəyəm. Sağlıqla qalın, özünüzə yaxşı baxın. İzlədiyiniz üçün təşəkkürlər.